yana merise görüz kafanı. Siz yana merise görüz kafanı. Sen gel Qubadlıdan gezen gelanı. Sen gel Qubadlıdan gezen gelanı. Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir. Sədəf, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Sədəf Budaqova, əslən Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafar rayonunun Kürud kəndindənəm. Atam Kürud kəndindən, anam Gərd kəndindəndir. Hal-hazırda Bakıda yaşayırıq, ali təhsilliyəm, özüm pedaqoji fəaliyyətlə məşğulam. Oranı yəqin ki, görməmisiniz. Bəs evdə valideynlərindən, nənə-babalarından hansı xatirələrlə böyümüsünüz? Fəxriyə xanım, belə deyim də, mən oraları görməmişəm. Amma o qədər gözəl xatirələrlə böyümüşəm ki, elə bil ki, mən orada yaşamışam. Məsələn, bizim evdə ata da, mama da oralı olduğu üçün həddindən artıq çox xatirələri, çox danışıq söhbətləri var. Babam, nənəm həmişə danışırdı ki, o qədər gözəl yerlər olub ki, məsələn, burada qış fəsli keçir. Mənim atam deyir ki, burada qış görmürük ki. Nə qış fəslidir ki. Orada elə 9 ayın 9-unda da qış fəsli görürdük. Soyuğu yerində, nə bilim, isti fəsli isti yerində. Atam həmişə deyir ki, o qədər gözəl uşaqlığımız keçib orada. Mənim mamam hal-hazırda deyir ki, Zəngəzur torpaqlarımız geri qayıtsın inşallah. Mən gedib orada yaşayacağam. Deyirəm ki, mama, illərdir burada yaşayırsan da, istər-istəməz auran bura öyrəşir, bura uyğunlaşırsan. Deyir, yox, oranın torpaqları tam başqadır. İndi sən orada yaşamamısan, burada doğulmusan, buranı görmüsən, buranın mühitinə alışmısan deyə sənin üçün bəlkə sözlər adi gələ bilər. Mən çox istəyirəm ki, orada yaşayım. Mamam o qədər danışır ki, mən də deyirəm ki, ay yox, deyəsən, mən də gedib orada yaşayası olacağam. Məsələn, uşaq vaxtından danışım ki, işıqlar sönəndə həmişə papam deyirdi ki, gəlin bir yığışaq, sizə bir söhbətlər eləyim, maraqlı söhbətlərdən danışım. Deyirdim, nədən danışasan? Kəndimizdə olan əhvalatlarımızdan, kəndimizdə olan sərgüzəştlərimizdən, uşaqlıq xatirələrindən danışırdım. İnanın ki, işıqlarımız yananda heç istəmirdim də yansın. O qədər gözəl söhbətlər edirdi, uşaqlıqlarından danışırdılar. Kənddə meşəyə gedib, nə bilim, moruq yığmaqlarından, nə bilim, mənim atamın atası kənddə çoban olub. Atam həmişə danışırdı ki, o qədər həvəsli idik ki, atamızla gedirdik, qoyun növbətinə deyirlər, belə deyirlər, quzu növbətinə. Məsələn, indi papam bizə baxır, deyir ki, mən inanmıram ki, siz kənddə yaşasaydınız, bu qədər baş çıxara bilərdiniz də orada. Çünki çətindir, kənddə yaşamaq çətindir, oranın mühitinə alışmaq. Amma atamgil elə danışır ki, elə bil ki, adi gündəlik bir həyat rejimidir onlar üçün. Gözəl xatirələrdən mənim babam da danışırdı. Mən anamı, atasını görməmişəm, amma anam tərəfdən çox eşitmişəm. Mənim babam son 2 ildir ki, rəhmətə gedib, Allah ölənlər üzrə rəhmət eləsin, o qədər gözəl danışırdı. Babam elə bir ki, Gərd kəndindəndirlər. Onlar da Gərddə olan əhvalatlardan danışırdılar. Bizim Qərbi Azərbaycanlılar çox qohumcanlıdırlar, çox istiqanlıdırlar. Həm qonaqpərvərdilər, həm çox birlik yaradan bir insanlardılar. Necə? Həm xeyrində, həm şərində, Allah göstərməsin təbii ki, amma çox birlik cəmaatlar. Məsələn, mən görmüşəm ki, mən belə böyümüşəm. Bizim kənddə deyəcəm, bizim kəndimizdə kimsə üstünüzə sağlıq xəstələnəndə hamı birlik olur. Elə bil ki, o necə bir fond pulu deyirlər. Məsələn, hər ailə gücü çatan qədəri ilə gətirir, birlik olur, bir-birlərinə pul yığırlar, bir-birinin köməyində dururlar. Məsələn, mən elə görmüşəm, istərsə də xeyrində. Məsələn, öyrənmişik ki, kiminsə qapısında toydur. Bir gün əvvəldən hamı gedir, hamı dəyir. Məsələn, 2 gün əvvəldən gedirlər, baş çəkirlər, çünki öz xeyirlərinə, öz uğurlar kimi sevinirlər. Məsələn, mən öz ifaçılığımdan danışım. Mən ifaçılığa başlayanda birinci biraz tərəddüddə qaldılar ailəm. Ki, baxma, bizim tərəfdən çox da ifaçı çıxmayıb, oxuyan olmayıb, tanınmır. Olmaz axı, belə də bir qanun vardı, qız nədir, oxudu nədir. Amma deyir, o başmağımı deyirdim ki, yox, mən ifaçı olacağım. Mənim anamın arzusu idi ki, mən ingilis dil müəlliməsi olum.
musiqi məktəbinə aparmamışdan da əvvəl demişdim ki, gedək. Valla deyəcəklə gözəl səsi var da bu qızın. Bəyənməsələr, gəlirəm sən istədiyin bir sənətin, peşənin sahibəsi olacam. Getdim, elə oldu ki, çox bəyəndilər. Hətta bir konsertə belə saldılar. Və kənddə səs saldılar ki, Budaqovlar nəslindən mən. Bəs Mehdinin qızı ifaçılıqla artıq məşğul olur. İnanmırdılar ki, nəysə bu balaca qızcığaz öz aləmində nəysə edə bilsin. İndi şükür Allaha, həmişə də mənim ailəm dəstək olub. Həmişə, hər zaman hara getmişəmsə, atam mənim yanımda gedib, hansı el şənliyinə gedirəmsə, hal-hazırda da atam mənimlə gedir. Və belə deyim ki, mən anam çox zəhmətkeş qadındır, çox zəhmətkeş qadındır. Mənə çox dəstək olub, əlimdən tutub musiqi məktəbinə aparıb. Həmişə də mamam deyib ki, deyirdilər ki, ifaçılıq çətin bir peşədir, əlbəttə hamı bunu bilir. Amma mən sənə dəstək olacağam, əlindən tutacağam. O deyir, geyinməyib, geydirib, yeməyib, yedizdirib məsələsi. Və çox şadam, çox belə fəxr edirəm ki, mən Zəngəzurluyam. Çünki oranın, düzdür, oraları görməsəm belə artıq elə bir mühitdə böyümüşəm ki, mən elə bil orada yaşayıram. Xəyalınızda oranı necə təsəvvür edirsiniz? Qərbi Azərbaycan torpaqlarına ayaq basanda ilk edəcəyiniz şey nə olar? İlk işim selfie çəkdirmək olacaq. Niyə? Çünki biraz paxıllığım nəyə tutur? Məsələn, izləyicilərimə baxıram, dostlarımın storylərində falan baxıram, paylaşımlarına. Hər kəs öz yerini, yurdunu tağ eləyə bilir ki, məsələn, gəlmişəm bu bölgədəyəm, məsələn, buradayam, əslim oralıdır. Mən məsələn, paylaşa bilmirəm. Çünki biraz istəyirəm, o şirin paxıllıqlarım gəlir, qıcıqlanmağım gəlir ki, gün o gün olacaq ki, mən də onu edəcəm. Məsələn, şəkillərdə baxıram, evdə şəkillər var mama, papada. Deyirəm ki, yaxşı, mən ona inanıram ki, valla o torpaqları biz geri qaytaracağıq inşallah. Və mən gedəcəm orada, bax, buradan deyirəm, gedəcəm ora. Story bölməmdə də çəkəcəm ki, hardayam, paylaşacağam, konumu da atacağam və bir dənə gözəl selfie çəkdirib göndərəcəm Bakıya ki, baxın görün mən hardayam. Artıq o torpaqlardayam. Əzizim Fəxriyə xanım, belə bir cümlə deyərdim ki, Azərbaycanımızın bütün bölgələri gözəldir. İndi hər kəs haralıdırsa, əsli nəsli hara gedirsə, oranı sevir, tərifləyir və mən belə bir mahnı ifa eləmək istəyərdim ki, öz repertuarımdan. Deyir ki, Ses yanım erise yoruz kafanı, ses yanım erise yoruz kafanı. Sen gel Qubadlıdan gəzən gelanı, sen gel Qubadlıdan gəzən gelanı. Başında qayvuran o səslər hanı, başında qayvuran o səslər hanı. Koroğlu nərəsi Zəngəzurdadır, İlkana kəlməsi Zəngəzurdadır. Koroğlu nərəsi Zəngəzurdadır, ey yaray əman, 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 əman aydad verdad. Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir.